Aparıcı Vüsalə Əlizadə yenidən televiziya efirinə qayıdıb. News 24 AS xəbər verir ki, tanınmış aparıcı bir müddət səhhətində yaranan ciddi problemlərlə əlaqədar olaraq efirdən uzaq qalmağa məcbur olub. Uzun fasilədən sonra yenidən tamaşaçı qarşısına çıxan Vüsalə Əlizadə sağlamlıq durumu ilə bağlı açıqlama verib. O bildirib ki, səhhətindəki problemlər uzun illər əvvələ dayanır. Hər kəs bilir ki, böyrək köçürülməsi əməliyyatı keçirtmişəm. Buna görə də illərdir dərmanlarla yaşayıram. Bu artıq həyatımın bir parçasına çevrilib. Aparıcı qeyd edib ki, son müayinələr zamanı analiz nəticələri həkimləri narahat edib və ona təcili şəkildə Türkiyəyə getmək tövsiyə olunub. Həkim analizlərimin nəticələrinə baxdı və məni təcili Türkiyəyə çağırdı. Ona görə də planlarımı təxirə salıb müalicə üçün yola düşməli oldum. İnşallah hər şey qaydasındadır. Yaşadıklarım barədə daha ətraflı danışacağam. Vüsalə Əlizadənin efirdən uzaqlaşdığı müddətdə onun aparıcısı olduğu İncə Səhər verilişini müvəqqəti olaraq Mətanət Əlverdiyeva təqdim edirdi. Tamaşaçılar tərəfindən maraqla qarşılanan bu dəyişiklikdən sonra Vüsalə Əlizadənin yenidən efirə qayıtması izləyicilər tərəfindən sevinclə qarşılanıb. Qeyd edək ki, aparıcı daha əvvəl də səhhəti ilə bağlı çətin günlər yaşasa da hər zaman güclü iradəsi və mübariz ruhu ilə diqqət çəkib. Onun yenidən efirə dönməsi həmkarları və izləyiciləri üçün sevindirici xəbər olub.